إن الحمد لله نحمده ونستعينه ونستغفره ونعوذ بالله من شرور أنفسنا ومن سيئات أعمالنا من يهده الله فلا مضل له ومن يضلل فلا هادي له وأشهد أن لا إله إلا الله وحده لا شريك له وأشهد أن محمدا عبده ورسوله صلى الله عليه وعلى آله وصحبه وسلم تسليما كثيرا. أما بعد فأوصيكم بتقوى الله وهي وصية الله للأولين والآخرين وَلَقَدْ وَصَّيْنَا الَّذ۪ينَ اُوتُوا الْكِتَابَ مِنْ قَبْلِكُمْ وَاِيَّاكُمْ اَنِ اتَّقُوا اللّٰهِ. Əziz dəyərli qardaşlar, ilk öncə Allahdan qorxmağı tövsiyə edirəm. Bu Rəbbimizin həm bizə, həm bizdən əvvəlki nəsillərə etdiyi bir tövsiyəsidir, öz nəsihətidir. Buyurur ki, biz sizdən əvvəlki əhli kitaba tövsiyə etdiyimiz kimi sizə də Allahdan qorxmağı tövsiyə edirik. Davam edirik Ələməs-Sünnəl Mənşur adlı Risalənin tədrisinə. İmam Hafiz Əl-Həkəminin tərtib etdiyi sual-cavab üslubunda olan etiqadı əsaslar, hansılar ki, bugün bu suallardan 143-cü suala toxunacaq. Və bilmək üçün deyirəm ki, müəllifin tərtib etdiyi suallar 200-ə yaxındır, 200 və bir neçə. Və qədər mövzusundayıq, qədərə iman mövzusundayıq, onu ilə bağlı suallardır və keçən dərs götürdük ki, qədərə imanın ikinci mərtəbəsi qədərin yazılmasına imandır. Və toxunduq ki, qədərin yazılmasına iman, ümumən toxunsaq da ona təfsilatlı şəkildə müəllif toxunur və deyir ki, bu mərhələyə iman 5 şeyə imandan keçir. Yəni, bu özü 5 yerə bölünür. 5 qismə. Ən birincisi, hər şeyin əzəli təqdir olunması. Yəni, yerin, göyün xəlq olunmamışdan əvvəl hər bir şeyin yazılması. Və ikinci mərhələsi dedik ki, ömrü təqdirdir. O da özü də tək deyil, 2 qismə bölüb müəllif. İkinci qism kimi gətirib ki, Allah Teala Adəmin belində bəndələri çıxardıqdan sonra onlara əhd aldığında təqdir etməsidir. Cənnət əhli ilə cəhənnəm əhlini ayırmasıdır. Üçüncü, o da ömrü təqdirdir. O da insan nütfədən xəlq olunma mərhələsidir. Hansı ki, o mərhələdə də Allah Teala təqdir edib onun üçün əcəlini, əməlini, ruzisini, bədbəxt və ya xoşbəxt olmağından sonra illik təqdir, hansı ki, Qədr gecəsində təqdir edilir, il boyu nə baş verib və həmçində günlük təqdir var. Və hər birini ayrıca dedi ki, müəllif toxunacaq. Bugün toxunuruq 143-cü sualda əzəli təqdirə. Əzəli təqdirə. Bəziləri onu qədim adlandırır. Allahın qədim təqdiri və əzəli təqdir. Deyir ki, müəllif, mə dəlil-i təqdir-ol əzəli. Əzəli təqdirin dəlili nədir? Və cavab kimi gətirir ki, Allah Teala buyurur ki, mə asabə min musibətin fil ardi və lə fi ənfusikum illə fi kitab min qabli ən nəbrəhə. Yer üzərində baş verən və sizin özünüzün başınıza gələn elə bir müsibət yoxdur ki, biz onu yaratmamışdan əvvəl o yazıda müəyyənləşdirilmiş olmasın. Yəni, sizi xəlq etməmişdən əvvəl biz onu artıq müəyyənləşdirmişik. Yəni, harada? Kitabda. Kitab nədir? Lövhül Məhfuzda. Müəllif bu ayəni dəlil gətirib ki, əzəli təqdirə dəlildir. Və həmçinin deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm səhih hədisdə deyir ki, Kətəbəllahu məqadirul xalayıq qablə ən yəxluqəs səməvati vəl-ard bi 50 əlfə sənə qal və arşuhu aləl-mə. Deyir ki, Allah Teala məxluqatın qədərini, göyləri və yeri xəlq etməmişdən 50 min əvvəl yazıb, hələ xəlq etməmişdən əvvəl. Sonra deyir ki, və dedi ki, ərşi suyun üzərindəydi. Ərşi suyun üzərindəydi. Və sonra deyir ki, müəllif və həmsinin
Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, İnnə əvvəlu mə xələqəllahul qələm. Allah Teala ilk qələmi xəlq etdiyində fəqalə ləhu uktub. Dedi ona ki, yaz. Qalə Rabbi və mədə əktub. Dedi, ey Rəbbim, nəyi yazım? Qalə uktub məqadirə kulli şeyi. Hər şeyin, dedi ki, Allah Teala, hər şeyin qədərini yaz. Həttə təquməs-səə. Ta ki, qiyamət qopana qədər. Və hədis də Sünəndədir. Yəni, İmam Tirmizi, Nəsai, İbn-i Məcə və həmçinin Əbu Davud rəvayət edib. Və həmçinin müəllif deyir ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Əbu Hüreyrəyə deyir ki, Ya Əbu Hüreyrə, ey Əbu Hüreyrə, cəffəl qələmu bimə huvə kən. Qələm nə varsa ona görə quruyub. Yəni, yazıb, qurtarıb, yəni mürəkkəb artıq quruyub və deyir ki, müəllif, vəl-hədis fil-Buxari və fi qeyri dəlikə kətir. Və hədis də Buxariyədir və bu kimi hədislər olduqca çoxdur. Nədir müəllifin bu sualı gətirməsi, cavab verməsi? Göstərir ki, yazı mərtəbəsi qədərin o mərtəbə hansı ki, Allah Teala hər şeyi, təqdirini, qədərini Lövh-ül Məhfuzda yazıb. Və Lövh-ül Məhfuzu da Allah Teala'nın ayələrinə baxsaq, kitabındakı kəlamına baxsaq, görərik ki, bir neçə göz adla adlandırıb. Bəzən deyib ki, Əz-Zikr. Əz-Zikr. Bəzən deyib Kitab-ül Mubin, açıq aydın kitab. Bəzən deyib İmam-ül Mubin, açıq aydın rəhbər. Bunlar hamısı Lövh-ül Məhfuzun adlarıdır. Lövh-ül Məhfuzun adlarıdır. Allah Teala qoruyub onu, orada yazılanı. Nə artırılır ola, nə əskildilir, nə dəyişdirilir. Allah Teala qoruyub onu və yazıb hər şeyin qədərini orada. Necə ki, Səhih Müslimdə zikr elədiyi hədisi ki, Qablə xalqis səməvati vəl-ardı bi 50.000 sənə. Göylərin, yerin xəlq olmamasından 50.000 il qabaq. Ona görə bu kainatda nə baş verirsə, nə baş verəcəksə, Allah Teala artıq yazıb onu Lövh-ül Məhfuzda. Xırdalığına kimi, dəqiqliyinə kimi, kiçiyində, böyüyündə hər şey qeyd olunub, hər şey təqdir edilib Lövh-ül Məhfuzda. Allah Teala qeyd edib onu. Sonra deyir ki, müəllif əzəli təqdiri və onun dəlillərini zikr edəndən sonra Mə dəlilü təqdilil umri yevməl mithaq. Əhd günü ömrü təqdirin dəlili nədir? Və cavabında da deyir ki, Əraf surəsinin 172-ci ayəsi Allah Teala deyir ki, "Yaxada rabbuka min bani Adəmə min zuhurihim zurriyyətəhum və əşhədəhum alə ənfusihim ələstu bi rabbikum qalu bələ şəhidnə." Bir zaman Rəbbin Adəm oğullarının belindən, yəni Adəmin belindən onun zürriyyətini çıxartdı, yəni onun törəmələrini çıxartdı. Mən sizin Rəbbiniz deyiləmmi? Deyə onların özlərinə, yəni özlərinin əleyhinə şahidlik tutdu onların özlərini. Onlar da dedilər ki, bələ şəhidnə, bəli biz şahid olduq. Və müəllif bu dəlili gətirib ki, bu ömrü təqdirədir. Və sonra deyir ki, həmçinin İshaq ibn Rahoy, rahiməhullah, eləcə də rəvayət edir ki, bir kişi Peyğəmbər sallallahu aleyhi və səlləmin yanına gəldi, dedi ki, ətəbtədiyul əməl əm qad mədal qada. Əməlləri yenidən yaradırıq, yoxsa artıq hökm verilib. Fəqalə innəllaha təalə ləmmə əxrəcə zurriyyətə Ədəm min zuhurihim əşhədəhum alə ənfusihim. Dedi ki, sallallahu aleyhi və səlləm, Allah Teala Adəmin belindən onların zürriyyətini çıxardanda onlara şahidlik etdirib. Thumma afada bihim fi kəffey. Sonra onları əlinin içində saxlayıb, yəni əlinin içində yerləşdirib. Fəqalə həuləyi
lil cənnəti və həuləyi linnar. Deyib ki, bunlar, yəni bəzilərini bir əlində, bəzilərini bir əlində tutub, deyib ki, bunlar cənnətli idi, bunlar cəhənnəmli idi. Və əhlül cənnə müyəssərunə li əməli əhlil cənnə. Cənnət əhli, onlar üçün cənnət əhlinin əməli asanlaşdırılacaq. Və əhlün nəri müyəssərunə li əməli əhlin nar. Və cəhənnəm əhli də onlar üçün cəhənnəm əhlinin əməli asanlaşdırılacaq. Yəni Allah Teala artıq təqdir edib. Cənnət əhlini də, cəhənnəm əhlini də. Ona görə deyir ki, Muvattada gəlib ki, Ömər ibn-Xattab radiyallahu anhu bu ayə haqda soruşulur. Ona deyilir ki, Allah Teala deyir ki, bir zaman Rəbbin Adəm oğullarının belindən onların törəməsini çıxarıb, onları şahid tutub, özlərinə qarşı ki, mən sizin Rəbbiniz deyiləmmi? Onlar da deyirlər ki, bəli, biz şahidik. Sonra deyir ki, ən təqulu yevməl qiyamə innə kunnə ən hədə xafilin. Bu ona görədir ki, qiyamət günü biz bundan xəbərsiz idik deməyəsiz. Bu ayələr haqda Ömər radiyallahu anhudan soruşulur. Deyir ki, Ömər radiyallahu anhu, eşitdim Peyğəmbər sallallahu aleyhi və səlləm də soruşulub bu haqda. Və dedi ki, Allah Teala xəlq edib Adəmi. Sonra əli ilə onun belinə sürtüb. Və ya gəlib ki, sonra sağı ilə Adəmin belinə sürtüb. Hətta onun belindən zürriyyətini çıxarıb. Və deyib ki, xuliqat həuləyi lil cənnəti və bi'əməli əhlül cənnəti yə'məlun. Bunlar cənnət üçün xəlq edilib və cənnət əhlinin əməlini edəcəklər. Sonra əli ilə Adəmin yenə belinə sürtüb və belindən zürriyyətini çıxarıb. Və deyib ki, xuliqat həuləyi linnar və bi'əməli əhlin nəri yə'məlun. Bunlar cəhənnəm üçün xəlq edilib, cəhənnəm əhlinin əməli ilə əməl edəcəklər. Və həmçinin İmam Tirmizi, Abdullah ibn Amr radiyallahu anhunun rəvayət etdiyi hədisdə nəql edir bizə Peyğəmbər sallallahu aleyhi və səlləmdən ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir gün yanımıza çıxdı və əlində 2 kitab var idi. Dedi ki, ətədrunə mə hədənil kitabən. Bilirsiniz bu 2 kitab nədir? Dedi ki, lə ya Rasulullah, xeyr ey Allahın elçisi. İllə ən tuxbirana. Yalnız sən bizə xəbər versən, bilərik. Fəqalə lilləzi fi yədihil yumnə. Sağ əlində olan kitab üçün dedi ki, hədə kitabun min Rabbil aləmin. Bu aləmlərin Rəbbindən olan bir kitabdır. Fihi əsmə-u əhlil cənnəti və əsmə əbəyihim və qabailihim thumma əcmələ alə axirihim. Deyir ki, burada cənnət əhlinin adları var. Onların atalarının adları var. Qəbilələrinin adları var və sonu da möhürlənib. Fələ yuzədi fihim və lə yunqasa minhum əhədə. Oradan heç kimsə artırılmaz, heç kimsə oradan əskildilməz. Sonra Peyğəmbər sallallahu aleyhi və səlləm digər sol əlində olan kitaba işarə edir ki, hədə kitabun min Rabbil aləmin. Bu da aləmlərin Rəbbindən olan bir kitabdır. Fihi əsmə-u əhlün nər və əsmə-u əbəyihim və qabailihim thumma ucmilə alə axirihim. Orada cəhənnəm əhlinin adları var. Atalarının adları var, qəbilələrinin adları var. Sonra onların sonu möhürlənib fələ yuzədi fihim və lə yunqasu minhum əbədə. Oraya heç nə artırılmaz və heç kim artırılmaz, heç kim də əskildilməz. Fəqalə əshabu, sahabələr dedilər ki, fīməl əməlu ya Rasulallah, in kənə əmrun qad furiqa min. Elə isə, ey Allahın elçisi, əməl nəyə lazım? Əgər hər şeydən, yəni hər şey olub qurtarıbsa, yəni Allah Teala hər şeyi artıq təqdir edib, qurtarıbsa, elə isə əməl nəyə lazım? Dedi ki, səddidu və qaribu. Səddidu, yəni orta yolda olun, sabit olun.
Və qaribu, yəni yaxınlaşdırın. Yaxınlaşdırın o mənada ki, sünnəyə əməl edin. Necə bəzi alimlər deyib, əgər hamı əməl edə bilmirsə, heç olmasa yaxınlaşın o əmələ, yaxınlaşdırın. فَإِنَّ صَاحِبُ الْجَنَّةِ يُخْتَمُ لَهُ بِعَمَلِ أَهْلِ الْجَنَّةِ وَإِنْ عَمِلَ أَيُّ عَمَلِ. Çünki cənnət sahibi, yəni cənnət əhli, onun üçün, yəni son əməli cənnət əhlinin əməli olaraq sonlaşdırılacaq. Hansı əməli əməl etsə də ondan qabaq yəni. Sonunda cənnət əhlinin əməlini edəcək, hansı əməli etsə də, yəni ondan qabaq. وَإِنَّ صَاحِبُ النَّارِ يُخْتَمُ لَهُ بِعَمَلِ أَهْلِ النَّارِ وَإِنْ عَمِلَ أَيُّ عَمَلِ. Və od sahibi, yəni cəhənnəm əhli, sonunda cəhənnəm əhlinin əməlini edəcək, ondan qabaq nə əməl etsə də. Ondan qabaq nə əməl etmiş olsa da. Sonra dedi ki, sallallahu aleyhi və səlləm, əli ilə işarə edərək, yəni sanki kitabları atan kimi, əli ilə işarə edir, kitabları atan kimi deyir ki, farağa rabbukum minəl ibəd. Allah Teala bəndələrindən artıq yəni hökm verib qurtarmışdır. Fəriqun fil cənnəti və fəriqun fis-sə'ir. Bir dəstə cənnətdədir, bir dəstə oddadır. Və qalə Tirmizi həzə hədisun həsənun sahihun qarib. Tirmizi deyir ki, bu hədis həsən, səhih, qərib hədisdir. Və müəllifin gətirdiyi bu dəlillərə baxsaq, müəllif burada biraz təfsilata gedib. Bu təqdirdə, yəni ömrün təqdiri adlanan, yəni əhdlə bağlı olan təqdiri adlanan bu bölmədə biraz təfsilata gedib. Nəyin təfsilatına? Lövhul Mahfuzda gələn təqdirin təfsilatına. Çünki Lövhul Mahfuzda da yazılıb kim cənnət əhlidir, kim cənnət əhlidir. Və burada da təqdir edir, Allah Teala necə dəlillərdən gördünüz, Allah Teala təqdir edir kim cənnət əhlidir, kim cəhənnəm əhlidir. Yəni müəllif bunu adlandırıb ömrü təqdir, əhd alınan vaxtı. Bəzi alimlər bu təqdirə deyiblər bəşəri təqdir. Və bəzi alimlər də əksinə deyiblər ki, belə bir təqdir yoxdur. Belə təqdir yoxdur. Bu təqdir ümumi təqdirin içində gedir. Ümumi təqdirin içərisində gedir. Yəni bunu bu cür ayrıca təfsilat verib ayırmaq gəlməyib. Ona görə əksər alimlər deməyib bu təqdir haqda. Lakin müəllif gətirib burada. Gətirib göstərib ki, yəni bu cür ayrıca təqdir gətirmək olar. Lakin dediyim kimi, bəzi alimlər deyiblər ki, ehtiyac yoxdur bu cür ayrıca bölmə kimi bu təqdiri ayırmağa. Çünki ümumi təqdirin içərisində var bu. Necə ki, Şeyx İbn Baz rahiməhullah bu rəydədir ki, və eləcə də onun kimi əksər elm əhli deyirlər ki, ümumi təqdirin içərisində Allah Teala artıq təqdir edib kim cənnət əhlidir, kim cəhənnəm əhlidir. Hər bir halda əgər Allah Teala ayırıbsa və bilir, şək yoxdur bunda ki, kim cənnət əhlidir, kim cəhənnəm əhlidir. Təqdir edib bunu. Ona görə o ayənin təfsirinə baxsaq, alimlər vurğulayıb bunu. Deyəndə ki, Allah Teala Adəmin zürriyyətindən, yəni belindən, Adəmin belindən o zürriyyətini çıxarıb, onları şahidliyi gətirib öz nəfslərinə ki, mən sizin Rəbbiniz deyiləmmi? Bu ayənin təfsirinə baxsaq, görərik ki, bir çox hədisləri təfsir alimlər zikr ediblər. Və o hədislər əsasən iki şeyə dəlalət edib, hamısı. Ən birinci, Allah Teala Adəmin belindən zürriyyətini çıxarıb. Bunda şək yoxdur. Və çıxarıb, sərgiliyib onları. Ayırıb. Əleyhissalam. Deyib, bunlar cənnətli idi, bunlar cəhənnəmli idi. Bu sabitdir sünnə ilə. Bunda şək yoxdur. İkinci də o ayələrdə dəlildir ki, Allah Teala onlardan əhd alıb. Onlara atalarının belindən çıxardanda onlardan əhd alıb. Soruşub, Ələstu bi Rabbikum qalu bələ. Məgər sizin Rəbbiniz deyiləm, onlar deyiblər ki, bəli. Sonra onları Adəmin belinə qaytarıb. Sonra onları Adəmin belinə qaytarıb, deyirlər ki, alimlər, bu da sabitdir, bunda şək yoxdur. Və doğru olan da budur ki,
bu dəlillər bunun sübutuna dəlalət edir. Bu məsələdə hər ikisinə dəlalət edir. Zürriyyətin çıxmağına, Adəm belindən və onlardan əhd alınmağına. Bəzi alimlər deyirlər ki, bu hadisə baş verməyib. Bəzi alimlər deyirlər ki, bu hadisə baş verməyib. Allah Taala'nın əhd alması və onları Adəm belindən çıxarması haqda gələn hədislər zəifdir. Deyirlər ki, zəifdir. Lakin hədislər səhihdir. Çünki başqa səhih hədislər var, hansı ki, səhihliyində şübhə yoxdur. İmam Buxari və Müslim nəql edib. O hədislərdə bu hədisləri gücləndirəcək rəvayətlər gəlib və dəlalət edir ki, bu hadisə olub, sabitdir sünnə ilə. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm o səhih sabit hədislərin birində deyir ki, İnna Allah Teala yaqulu yevməl qiyamə li raculin min əhlin nar. Allah Teala qiyamət günü cəhənnəm əhlindən olan bir kişiyə deyəcək. Ərayətə ləv kənə ləkə mə fil ardı cəmiə. Əkuntə təftədi bih. Əgər görsən yer qədər nə varsa, hamısı sənin olsa, onu verib fəda edərdin, özü, yəni cəhənnəmdən xilas edərdin. Yəni, onları fəda edib, özü cəhənnəmdən xilas edərdin. Yer və onda olan və hamısı bir yerdə. Verib, əvəzində xilas olardın cəhənnəmdən. Deyir ki, bəli. Və deyir ki, Allah Teala, قَدْ كُنْتُ سَأَلْتُكَ مَا هُوَ أَهْوَنُ مِنْ هَذَا. Mən səndən bundan daha asan olan bir şey istədim. وَأَنْتَ فِي ظَهْرِ آدَمْ. Sən Adəmin belində ikən, mən səndən bundan daha yüngülünü istədim. فَأَبَيْتَ إِلَّا şirk. Sən isə imtina elədin, şərik qoşdun. Sən isə imtina elədin, şirki, yəni şərik qoşmağı seçdin. Bu işarədir ki, bu hədislər səhihdir. Allah Taala'nın onları Adəm belindən çıxarması səhih, sabitdir. Bunda şək yoxdur. Və o alimlər ki, o hədisləri zəif görüblər. Əgər sabit olsaydı, onlar da eyni şey, onlara görə sabit olsaydı, onlar da eyni şeyi deməli idilər. Yəni, bu hədisləri görənlər o hədislərə şək salmamalıdır, əksinə sübut etməlidirlər. Və müəllif fikir versə, Abdullah ibn Amr'ın hədisinə diqqət çəkib. Orada gələn xəbərə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əlində 2 kitabla çıxır. Birində cənnət əhlinin adı yazılıb, birində cəhənnəm əhlinin adı yazılıb. Bu hədis özü alimlər arasında böyük ixtilafa səbəb olub. Və şək yoxdur ki, hədis səhihdir. İmam Tirmizi rəvayət edib və deyib ki, həsəndir, səhihdir və qəribdir. Bəzi alimlər bu hədisi zəifləşdirməyə çalışıb. Deyiblər ki, zəifdir. Bunlardan biri İbn Ədi, rahiməhullah, deyib ki, hədis münkərdir. Eləcə də İmam Zəhəbi həmçinin Abdülvahhab ibn Həmməmin tərcüməyi halında Mizan kitabında hədisi münkər adlandırıb. Lakin İbn Həcər, rahiməhullah, Lisan kitabında onun səhəfinə düzəliş edib. Nə üçün zəifləşdirməyə çalışıblar? Baxmayaraq, hədisi səhihləşdirən alimlər də var və olduqca çoxdur. Onlardan İmam Tirmizi özü, Hafız İbn Həcər, eləcə də Əhməd Şakir, Şeyx Albani, rahiməhullah və digər alimlər, hansılar ki, deyiblər ki, hədis səhihdir, bunda şək yoxdur. Və onun səhihliyinə dəlalət edən bir çox başqa hədislər var. Həmçinin alimlər hansılar ki, bu mövzuda kitab yazıblar, bu hədisləri öz kitablarında qeyd ediblər. İnkar etmədən, etiraz etmədən, əksinə Osman ibn Sə'd əd-Dərimi Cəhmilərə rədd kitabında gətirib bu hədisi, Əcurri Şəriət kitabında gətirib bu hədisi, İbn Vahb Qədər kitabında gətirib, eləcə də Ət-Teymi Hüccə kitabında gətirib bu hədisi. Hamısı bu kitabı, bu hədisi gətirib, onu dəlil kimi istifadə edib. Heç biri də etiraz etməyib. Və sabitdir, şək yoxdur ki,
Peyğəmbər sallallahu aleyhi və səlləmlə. Lakin inkar edənlər nə deyiblər? Deyiblər ki, cənnət və cəhənnəm əhlinin adı bu iki kitaba yerləşə bilməz. Bu iki kitaba yerləşə bilməz. Əgər elə olsaydı, necə ki İmam Zəhəbi deyir, onda bu kitab bir neçə cildlərdə olmalıydı. Və ya cildlərin sayı çox olmalıydı. Cildlərin sayı saysız, hesabsız olmalıydı. Lakin alimlər etiraz ediblər onlara. Deyiblər ki, sözsüz ki, bu Peyğəmbər sallallahu aleyhi və səlləmin möcüzələrindəndir və cənnət və cəhənnəm əhlinin adı o iki kitabda olması heç də Allah Teala üçün çətin bir şey deyil. Allah Teala'nı heç nə aciz edə bilməz. Necə ki, İbn Həcər düzəliş edib bu alimlərə ki, Allah Teala hər şeyə qadirdir və bu Peyğəmbər sallallahu aleyhi və səlləmin möcüzələrindən biridir. Və bəzi alimlər də deyiblər ki, Peyğəmbər sallallahu aleyhi və səlləm əlində çıxdardığı, göstərdiyi o kitablar həmin o kitablar deyildi. Sadəcə Peyğəmbər sallallahu aleyhi və səlləm misal çəkmək istəyirdi. Demək istəyirdi ki, Allah Teala'da kitab var. Orada cənnət və cəhənnəm əhlinin adları yazılıb, necə ki, bu kitablar kimi. Lakin bu ehtimal da uzaqdır. Çünki hədislər sabitdir, səhihdir. Necə ki, alimlər vurğuluyub. Peyğəmbər s.ə.v əlində o kitablarla çıxıb və işarə edib ki, cənnət əhli ilə cəhənnəm əhlinin adları yazılandır. Yəni, təqdir edilib cənnət əhli kimdir, cəhənnəm əhli kimdir. Bəs qalır sual ki, sonradan bu kitab nə oldu? Bu kitablar nə oldu? Və bəzi alimlər deyiblər ki, sözsüz ki, Peyğəmbər sallallahu aleyhi və səlləm hansısa hikmətə görə bu iki kitabı əshabına göstərib. Bu iki kitabı əshabına göstərib. Göstərib ki, cənnət əhli var, cəhənnəm əhli var. Allah Teala yazıb onların adlarını bu kitabda. Lakin bu sonradan bu kitablar Allah Teala qaldırıb o kitabları. O kitabları qaldırıb istədiyi yerə. Qaldırıb istədiyi yerə və hardadır o, necədir? Allah bilir doğrusunu. Və sonra müəllif ömrü təqdirin, nütfənin xəlq olması mərhələsinin sualını gətirir, onu da gələn dərsimizə saxlayırıq. Allah Teala bizə eşidib faydalarından etsin. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəiril musliminə min kulli dən fəstəğfiruhu innəhul qafurrahim.